Diqqət, diqqət. Əziz, hörmətli, dəyərli izləyicilər, sizə bugün futbol oyunundan danışıram. Bax, bu dəqiqə başlayıbdır. Deməli, Inter, Milan və PSG oyunu Çempionlar Liqasında. Deməli, özü Hakan Çalxanoğlu deməli Inter Milanda oynayır. Türk oğlu, oynayırsa Inter Milanda. Deməli, Inter Milan qalib gələcəkdir. Mən hələ heç bilmirdim ki, Türkiyəli futbolçu oynayır Inter Milanda. Mən sizlərə deyirəm, əziz dostlar, xahiş edirəm, diqqətlə baxırsınızsa bu paylaşımı bəyənin və nəsə bu Inter Milanla PSG oyunu arasında olan gedişatı şərh bölümündə yazın. Yazın görək, mən dediyim düz gələcəkmi? Inter Milan qalib gələcəkdir. İndi ola bilər 2-1-də ola bilər, 1-0-da ola bilər, nə bilim uzatmada qalib gələ bilər. Amma mən indi bilmirəm uzatma olacaqdımı, onu yalan deyərəm. Yəni bayaq eşitdim ki, Inter Milanla PSG oyunu başlayır. Başlayıbdı. Bax bu dəqiqə başlayıbdı oyun. Əzizlərim, Inter Milan qalib gələcəkdir. Vəssalam, şüt tamam. Mənim bu paylaşımımı bəyənən əlləriniz var olsun. Inter Milan fanatlarına da ateşli salamlar olsun. Mən də həmişə Inter Milanın qələbəsini yazmışam. İndi bir neçə ildir yazmıram da. Heç nəsə alınmadı da məndə, alınmadı. Bir sözlə ki, uğurlar Inter Milan, uğurlar olsun Çalxanoğlu. Eşq olsun. Eşq olsun, eşq olsun. Bax, birini də özü də deyirəm sizə, Hakan Çalxanoğlu vuracaq birini. Mən sizə deyirəm, 100%, milyon faiz. Bax, yəni ən azı bir qolu Hakan Çalxanoğlu vuracaq. Mən də o oyuna qulaq asacağım axıra kimi. Getdimi, öpürəm. Uğurlar Inter Milan, qələbə. 100%, 100%, milyon faiz. Yəni Inter Milanın qələbəsidir. O yanı bu yanı yoxdur. Xahiş edirəm, bəyənəsiniz. Bu paylaşımı bəyənin. Kanala abunə olun, vəssalam. Birdən deyəsiniz, kimsə burada görürsən, kəşfat olan videomun birinə yazılır, altına yazılır. Piyanska, alkaş, nəlimlə danışa bilmir, nəlimlə ara bilmir. Bundan artıq nə danışım, Yalançının sortuna nəhlət, mən içmişəmsə də. İçirəm, niyə içmirəm? Belə qəşək bulaq suyu içirəm. Qoyuyorum, nə suyuydu? Hara suyuydu? Poylu suyu içirəm. Ondan sonra damla suyu içirəm. Ağbulaq suyu içirəm. Ondan sonra damcılı suyu içirəm. Qarabulaq suyu içirəm. Ondan sonra kösalardan aşağı salahlıya çəkilən bulaq suyundan içirəm. Sənin Allah'ın bədbaxt oğlu bədbaxt. Mənim danışıq tərzim belədir. Nəysə, əsas odur ki, futbol getdi Çempionlar Liqası. İndi gözü görənlər baxacaq. İndi mən də qulaq asacağım. O qəşək intonasiya ilə Cibisi Spor'un nə deyirlər, aparıcısı danışacaq, mən də ona qulaq asacağım. Oldu, uğurlar olsun Inter Milan. Getdi baxmağa. Oldu, sağ olun. Mən də paylaşım.